Salam. Bugün sizinlə belə bir sualın izahına baxacağıq. Deməli, sualda bizə deyir ki, kərtənkələ yumurtalığının yetişmə zonasında 16 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilib və əmələ gələn qametlərin hamısı eyni cinsiyyət xromosomu daşıyırsa, bu zonanın sonunda neçə qamet alınmış və yönəlici cisimciklərin neçəsində cinsiyyət xromosomu qametlərdə olduğu kimidir. Mən həmişə demişəm ki, sualı işləyərkən onu analiz eləmək lazımdır və nəticə çıxartmaq lazımdır. Yəni, sualı ən asan formada bu cür həll edə bilərik. Tez baxırıq ki, kərtənkələdən söhbət gedir və kərtənkələ sürünənlərə aiddir. Ondan sonra gələn isə yumurtalığıdır. Yəni, bu danışdığımız proseslər bunun yumurtalığında gedir. Deməli, yumurtalıq adı çəkdiksə, tez bilirik ki, dişi kərtənkələdən söhbət gedir. O dəqiqə sürünənlərə xas xüsusiyyətləri gözümüzün önünə gətiririk. Deyirik ki, sürünənlərdə dişi fərd heteroqametdir. Erkək fərd isə homoqametdir. İndi dişi fərddən söhbət gedir deyə heteroqametliyi göstərəni yazıram XY cinsiyyət xromosomları. Daha sonra yetişmə zonasından söhbət gedir. Yetişmə zonasında hansı proses gedir, hansı bölünmə? Tez yazıram meyoz bölünmə. Daha sonra deyir ki, 16 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilir. Bir xromatidli xromosomlar nə vaxt çəkilir? Meyoz bölünmənin ikinci anafazasında. Daha sonra bizə deyir ki, qametlərin hamısı eyni cinsiyyət xromosomu daşıyırsa. Yəni, ya hamısı X daşıyacaq, ya da hamısı Y daşıyacaq. İndi bunu hesablamaya nəzərən sonda birincini və ikincini tapacağıq. Deməli, bizdə burada görürük ki, 16 hüceyrədən söhbət gedir, amma biz ilk öncə bir hüceyrəyə görə yazmalıyıq. Burada bir xromatidli xromosomların çəkilməyi biz bilirik ki, anafaza mərhələsindədir, amma bizə telofaza mərhələsi lazım olacaq. Çünki meyoz bölünmənin sonunda neçə hüceyrə əmələ gəlirsə, onu nəzərən yazmalıyıq. Və biz bilirik ki, bir hüceyrə, yəni bir başlanğıc hüceyrə meyoz bölünməyə daxil olanda 4 dənəsi əmələ gəlir. Və bu 4-ündən bir dənəsi dişi fərddən söhbət getdiyinə görə, bir dənəsi yumurta hüceyrədir. 3 dənəsi isə yönəlici cisimcikdir. İndi gəlin 16-ya görə yazaq. 16 hüceyrədə. Və belə bir deyim var ki, həmişə deyirik ki, başlanğıc hüceyrənin sayı qədər sonda orada dişi qamet əmələ gəlir. Bu dişi fərddə belədir. Erkək fərddə hamısı qamətə çevrilir. Yəni 16 hüceyrə daxil olubdursa, 16 dənə burada yumurta hüceyrə var. Onda 16 vur 3-də, yəni ki 48 ədəddə yönəlici cisimcik var. Lap bunu belə də yaza bilərsiniz. Baxın bunu. 16 hüceyrə 64 dənə yekunda meyoz bölünmə nəticəsində 64 əmələ gələcək. Çünki 16 hüceyrə meyoz bölünmənin yetişmə mərhələsinə daxil olub. Və meyoz keçirəndən sonra 16 vur 4 əmələ gəlir. Yəni 64 dənə. Bu 64-ün də 4də biri qametə çevrilir. Yəni 16 dənəsi yumurta hüceyrə olur. 48 dənəsi isə yönəlici cisimcik olur. İstəsəniz belə birbaşa yaza bilərsiniz. Yəni biz onu bilməliyik ki, yumurta hüceyrə sayı 16-dır, yönəlici cisimciklərin sayı 48-dir. Və burada qametlərin nisbətinə nəzər yetiririk ki, X-in Y-ə nisbəti 1-in 1-ədir. Deməli, sonda 64 hüceyrə əmələ gəlirsə, burada hansı qamet, hansı yönəlici cisimcikdir, bunu nəzərə almayaraq tez yazırıq ki, bunun 32 dənəsi X daşıyır, 32 dənəsi Y daşıyır. Və indi baxırıq nəyə? Baxın, bunları nəzər yetirmək lazımdır. İndi baxırıq ki, deyir ki, əmələ gələn qametlərin hamısı eyni cinsiyyət xromosomu daşıyır. Bizdə nə qədər qamet var? 16 dənə. Bu 16-nın hamısı eyni cinsiyyət xromosomu daşıyırsa, mən məsələn yazıram ki, hamısı Y daşıyır. İstəsəniz X daşıyır yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Zaten sonda eyni cavab alacağıq. Və qametlərin hamısı eyni cinsiyyət xromosomu daşıyırsa, bu cisimciklərin, deyir ki, yox,
bu zonanın sonunda neçə qamet alınmış? Qameti tapdıq da 16 yumurta hüceyrə qamet. Birinci tərəfdə 16 axtaracağıq. İndi ikinciyə baxırıq. Və yönəlci cisimciklərin neçəsində cinsiyyət xromosomu qametdə olduğu kimidir. İndi baxın. 16 dənə Y hamısı qametdədir. Yerdə qalıbdı 48 dənəsi yönəlci cisimciyin payına. Amma X, Y var bunun tərkibində. İndi biz aydınlaşdırmalıyıq ki, Y daşıyanı olsun. Bunu necə edirik? Baxın, burada bölgünü niyə yazmışıq? Elə məhz buna görə. Baxın, 32 dənə Y qametin payına düşüb. Deməli, burada 32 dənə ümumi Y-lidən çıxanda 16 dənə Y qametin payına düşəni. Yerdə qalacaq 16 dənə Y daşıyan yönəlci cisimcik. Aydın olur. Baxın, bu 32 dənə X-in içinə, indi məsələn, əgər bizə deməsəydi ki, hamısı eyni, belə deyək, cinsiyyət xromosomu daşıyır. Əgər o sözü deməsəydi, deyəcəkdik ki, bunun içində həm X var, həm Y var. Bunun da içində həm X var, həm Y var. Amma bizdə deyir ki, hamısı eyni cinsiyyət xromosomu daşıyır. Buna nəzərən biz tez götürürük ki, məsələn 16 qamet deyil, hamısını mən Y götürdüm. İstəsəniz X götürərsiniz. O dəqiqə bunu silirik. Bu normal qaydaya əsasən belədir. Deməli, sonra görürük ki, 16 dənə Y qametin payına düşürsə, ümumi Y-dən həmin bu 16-dan çıxanda yerdə qalacaq yönəlci cisimciyin payına düşən. Və qametlə eyni xromosom daşıyan soruşur deyə cavab 16, 16. B variantı. Deməli, bu izahımızın da sonuna gəldik. Ümid edirəm aydın oldu. Növbəti video izahlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.